Bu video çox insana faydalı olacaq. Əsasən də əgər siz hər hansı bir mövzuda çox məlumatlısınızsa, çoxlu bilikləriniz varsa və bunları digər insanlarla da paylaşmaq istəyirsinizsə və ya ola bilər bacarıqlarınız var, bunları göstərmək istəyirsiniz, hər hansı bir şəkildə gəlir əldə etmək istəyirsiniz və ya işinizi böyütmək, gəlirlərinizi artırmaq istəyirsiniz, bir təcrübəniz varsa insanlarla bölüşə biləcəyiniz, amma tərəddüd edirsiniz, necə başlayacağınızı bilmirsiniz. Bu video tam da sizin üçündür. Belə bir şey demək istəyirəm. Əgər hər hansı bir mövzuda təcrübəniz varsa və ya məlumatlı olduğunuz bir sahə varsa, hobbiləriniz, maraqlarınız, bəlkə də yeni bir vərdiş qazanmısınız və ya çəki atmısınız, hər hansı bir məsələni həll eləmisiniz. Fərqi yoxdur. Əgər bunlardan biri belə varsa, nəyə görə də bunu digər insanlarla da paylaşmayasınız? Çünki biz bəzən düşünürük ki, bu kimin nəyinə lazım ola bilər? Amma çox zaman fərqində olmuruq. Amma belə bir şey var ki, bizim əldə elədiyimiz və ya bizim öyrəndiyimiz bu şeyi öyrənmək istəyən, ona maraqlı olan və ya buna ehtiyacı olan insanlar hər yerdə var. Biz sadəcə məqsədli şəkildə başlamalıyıq. Necə başlayacağıq bu haqda zaten danışacağım. Ayrıca deyək ki, bir vərdiş belə qazanmısınızsa, bunu öyrənmək istəyən, buna ehtiyacı olan insanlar çoxdur həqiqətən. Sizə lazımdır sadəcə addım atmaq, bir yerdən başlamaq. Və mən burada qısaca həm öz təcrübəmdən danışacağım, həm də siz necə başlaya bilərsiniz, həm gəlirlərinizi artırmaq üçün, həm də sıfırdan bir işə başlamaq üçün, insanlara faydalı olmaq üçün. Çünki belə bir şey var ki, əgər siz hər hansı bir şəkildə insanlara fayda verməyə başlayırsınızsa, bunun qarşılığını kainat sizə zaten verir. Yəni gəlir qazanırsınız ya da gözəl geri dönüşlər alırsınız. Çünki həyatda alma-vermə balansı deyə bir şey var. Bu haqda narahat olmayın ki, mən zamanımı sərf edəcəm, insanlara məlumat verəcəm, amma heç nə qazanmayacağam. Belə bir şey yoxdur. Qısacası, başlanğıc üçün önəmli olan ilk addımı atmaqdır və məqsəd təyin etməkdir. Həqiqətən istəyirsinizsə ki, öz təcrübələrinizi, öyrəndiyiniz hər hansı bir şeyi, çox cüzi bir şey də ola bilər, fərq eləmir. Bu özü çox gözəl bir başlanğıcdır. Yəni bunlardan biri belə sizə uyğun gəlirsə, deməli bu videoyu sona qədər izləməlisiniz və bundan sonra başlanğıc mərhələsi başlayır sizin üçün. Və 19 yaşında bir qız olaraq sizə öz hekayəmlə də ilham olmaq istəyirəm. Əgər mən bütün bu maneələrə, bunlardan da danışacağam ki, nələr yaşamışdım, nələrə rəğmən davam elədim sosial şəbəkələrə. Əgər mən bunu eləyirəmsə, bunu bacarıramsa, siz daha çoxunu da bacara bilərsiniz. Yetər ki, istəyin və başlayın. Sosial şəbəkələr bizim əlimizdə olan ödənişsiz vasitələrdir. Hansı ki, heç bir limit qoyulmur, ödəniş tələb olunmur. Belə bir limit yoxdur ki, bu yaşda olan insanlar başlaya bilməz və ya evdar xanımlar başlaya bilməz, üzünü göstərməyən heç nə eləyə bilməz. Belə bir şeylər yoxdur. Bunlar sadəcə bizim düşüncələrimizdə, beynimizdə olan əngəllərdir, bəhanələrdir. Əgər siz düşünürsünüzsə ki, məsələn, mən evdar xanımam, uşaqlarım var, zamanım olmur və ya çalışan bir bəyəm, çox zaman ayıra bilməyəcəm, mən artıq başlaya bilmərəm, gecdir. Gənc olanlar deyirlər ki, yox, mən elə tələbəyəm, daha sonra başlayaram. Bir də belə bir şey var ki, deyirlər, yaxşı telefonum olsun, sonra başlayaram, gözəl məkana gedim, orada başlayaram. Bunların hər birini kənara qoymaq lazımdır. Çünki mən sizə hər versiyada alternativlər təqdim eləyəcəm. Üzünü göstərməyənlər necə başlaya bilər və ya ümumiyyətlə belə bir şey deyim. Qısaca özümdən danışım ki, mən balaca bir evdə yaşayıram hal-hazırda da və 2 il əvvəl başlayanda da bu belə idi. Məkanlarda əsasən eyni ortamlarda çəkiliş eləmiş oluram. Amma bunlara baxmayaraq, hətta bəzən mənə mənfi rəylər də gəlir. Bunlara baxmadan mən sadəcə davam eləməyi seçirəm. Hətta bunu bölüşməklə sizə də ilham olmaq istəyirəm. Bəhanə gətirə bilərdim ki, yox, məndə yaxşı şərait yoxdur və ya mənə pis rəy gəldi, mən dayanıram. Yox, dayanmağı seçmədim mən. Buna görə də artıq ilərləyirəm, daha çox da istədiyim məqsədlərimə doğru çatmağa başlayıram. Hal-hazırda siz bu videonu izləyirsinizsə, bu bir mənim nailiyyətim olaraq sayıram. Canlı olaraq bir-birimizi tanımırıq, amma mənim çəkdiyim bu video sizin qarşınıza çıxıb, siz bundan faydalanacaqsınız, ilhamlanacaqsınız deyə düşünürəm. Əgər mən belə səbəblərə dayanıb, pes eləsəydim, o zaman istədiyim nöqtədə olmayacaqdım, eyni nöqtədə qalacaqdım.
və siz də əgər hər hansı bir səbəblərə dayanıb da başlamağa tərəddüd eləyirsinizsə, nəzərə alın ki, bir şeyi sınamaq insanı daha çox peşman eləməz. Gələcəkdə düşünəcəksiniz və böyük ehtimalla peşman olacaqsınız ki, kaş ki mən onu sınayardım. Bu peşmançılığı yaşamamaq üçün sadəcə ən azından bir dəfə sınamaq lazımdır. Mən indi deyəcəm ki, nəyi necə eləmək lazım. Heç harda və necə bir şəraitdə yaşamağınız da önəmli deyil. Çünki mən hal-hazırda kənddə yaşayıram və bəzən məsələn səslər olur, bunlar da mənə mane olur. Amma mən çözüm tapmağa çalışıram sadəcə olaraq. Çünki bir məqsədim var. Əgər sizin də bir məqsədiniz varsa, o zaman artıq bir addım ataraq başlamağınız lazım. Mən necə oldu ki, başladım, bu haqda danışmaq istəyirəm. Mən 2 il əvvəl network marketinqə başladım, yəni onlayn biznesə. Bu iş sayəsində ümumiyyətlə mən çox şeylər öyrəndim, təcrübələr qazandım, yeni insanlar tanıdım. Çünki bilirsiniz, yəni insanlarla ünsiyyətdə olduqca çox şey öyrənirik. Həm də həmin işdə biz ödənişsiz şəkildə təlimlər alırdıq, sosial şəbəkələri də öyrənirdik. Mən də artıq düşündüm ki, mən də başlayım, yəni Instagram açdım. Orada insanları dəvət eləməyə başladım. Bu şəkildə zamanla təkmilləşdirdim bildiklərimi, Instagramın alqoritmasını öyrəndim və 3-4 səhifəm oldu indiyə qədər. Və bu səhifələrin bəzilərində məsələn səhvlərim olurdu, keyfiyyətsiz videolarım çox idi əvvəlki videolarda. Bəzən baxıb analiz eləyirəm. Və bunlara baxmayaraq hər dəfə daha da yaxşıya doğru gedirdim. Yəni keyfiyyətsiz bir videodan başlamışdım. Zamanla artıq başladıkca, öyrəndikcə daha da yaxşıya doğru gedirdim. Keyfiyyətli eləməyə çalışırdım. Bunu ona görə qeyd edirəm ki, mükəmməliyyətçilik varsa əgər sizdə, yəni mükəmməl bir zaman gözləyirsinizsə, ya da gözəl bir məkan olsun, yaxşı telefonum olsun, mikrofonum olsun, sonra başlayaram deyirsinizsə, buna gərək yoxdur. Mən yəni belə desəydim əgər, yəni heç bir şey əldə eləməyəcəkdim. Onu da deyim ki, mən başlamazdan əvvəl çox utancaq, qapalı biri idim. Yəni çevrəm də yox idi. Rəfiqələrim də çox az idi. İnsanlarla sosiallaşmağı sevmirdim. Onu deyim ki, canlı ünsiyyətdə indi də çox da yaxşı deyiləm. Amma onlayn şəkildə artıq öyrəşmişəm insanlarla danışmağa. Mən həm komplekslərimi yendim, yəni həm görünüşümlə bağlı, həm də danışığımda bəzən səhvlərə yol verirdim. Bu məndə biraz özgüvənsizliyə yol açırdı. Amma mən zamanla artıq, yəni başladıkca, videolar çəkdikcə, özümü paylaşdıkca bunları yenməyə başladım. Həqiqətən çox fərq hiss elədim. Həm də belə bir şey də var ki, bəzən deyirlər, sosial şəbəkələrdə pis rəylər gələcək. Mənə də gəlib, indiyə qədər də gəlir, amma mən onları hətta faydaya çevirirəm. Yaxşı rəylər isə hər zaman bizə gəlir. Yəni biz yaxşı rəyləri görüb, onlardan stimul alsaq daha yaxşı nəticə alarıq. Yəni pis rəylər hər kəsə gəlir, yaxşı rəylər də gəlir, amma siz yaxşılara fokuslanın. Əgər üzünüzü paylaşa bilmirsinizsə və ya istəmirsinizsə üzünüzü paylaşmaq, yenə də narahat olmayın. Bu haqda da sizə fikirlər verəcəm. Yəni fərqi yoxdur, siz neçə yaşınız var, harda yaşayırsınız, evdarsınız, işləyirsiniz, vaxtınız az olur, nə qədər olur, artıq bu sizə qalan bir şeydir. Və üzünüzü paylaşa bilirsiniz, yoxsa yox, heç bir fərqi yoxdur. Mən sizin hər birinizə uyğun alternativləri təqdim eləyəcəm ki, siz necə başlaya bilərsiniz. Yəni sadəcə mən bilirəm, məndə qalsın demirsinizsə, məsələn, deyək ki, çəki atmısınız və ya sağlam qidalanmağa başlamısınız. Bəlkə də kitablar oxuyursunuz, bu sizə maraqlıdır. Bəlkə seriallar izləyirsiniz və onları analiz eləməyi çox sevirsiniz. Fərqi yoxdur. Bəlkə də yemək bişirməyi çox sevirsiniz. Bəylər üçün də deyim, hər hansı bir əl bacarıqlarınız var. Yaxşı kitab oxuya bilirsiniz. Fərqi yoxdur. Hər kəsin bacarıqları və bilikləri fərqlidir. Hər kəsin müəyyən öyrəndikləri var, təcrübələri var. Bunların hər biri bir başlanğıc nöqtəsidir. Bunu öyrənməyə ehtiyacı olan insanlar çoxdur. Məsələn, mən bunu özümdə saxlaya bilərdim bugün. Deyərdim ki, yəni həm mən sosial şəbəkələrə başlamışam, istədiyimi əldə edə bilirəm. Niyə görə paylaşım ki, deyərdim. Amma o zaman sizlərə, məsələn, bu videonu izləyirsinizsə, sizə maraqlıdır. Sizlərə haqsızlıq eləmiş olardım. Yəni özümdə saxlasaydım. Eyni şəkildə siz də nəyə görə də paylaşmayasınız. Və dediyim kimi, əgər insanlara faydalı olmağa fokuslanırsınızsa, ən azından bir nəfərə belə qatqınız olursa, o zaman təbii ki, dünya sizə qarşılığını verəcək. Ya gəlir qazanacaqsınız, ya ümumiyyətlə özünüz bu strategiyanı da qura bilərsiniz ki, əgər istəyirsinizsə sırf gəlir qazanmaq, işinizi böyütmək, istənilən bir məqsəd üçün başlaya bilərsiniz və sadəcə davamlılıq da lazımdır.
Daha sonra nəticəsini zamanla zaten görəcəksiniz. Mənim də dayanmaq istədiyim zamanlar olub, bunu da deyim. Yenə də davam eləmişəm və görmüşəm qarşılığını həqiqətən də. Bu yaxınlarda araşdırmışdım və gördüm ki, insanlar ən çox, yəni Azərbaycanda Instagramdan daha çox istifadə edirlər. Instagram daha çox aktiv istifadə olunur. Buna görə də ən doğru başlanğıc elə Instagramdır. Mən özümdə ən birinci Instagramda başlamışdım. Burada da müxtəlif, yəni təbii ki, məzmunlar var. Yəni həm siz storylər paylaşa bilirsiniz, həm qısa reels videoları hazırlayırsınız. Yəni bunlar sizə çətin gələ bilər yeni başlayanlar üçün. Amma çətin bir şey yoxdur məncə. Sadəcə bunun düzgün üsullarını bilmək lazımdır. Yəni nəyi necə eləmək lazım olduğunu biləndə işimiz rahatlaşır. Mən də əvvəl yeni başlayanda biraz çətin gəlirdi, qarışıqlıq olurdu, nəticə almırdım. Düzgün üsulları öyrəndikcə gördüm ki, həqiqətən işimiz asanlaşır. Və bunu da qeyd edeyim ki, bundan sonraki videoda mən sırf Instagram haqqında danışacağam. Yəni orada necə izləyicilərimizi artıra bilərik, səhifəni necə qurmaq lazımdır və videoları necə kəşfiyyata sala bilərik, storylərdə nə paylaşaq. Bütün bu əsas suallara cavab tapacaqsınız. Yəni sırf Instagramdan başlamaq istəyirsinizsə, kanalıma abunə olmağı unutmayın. Bir neçə saniyəlik videolar hazırlayaraq, reels videoları, deyək ki, biliklər paylaşırsınız, hər hansı bir məlumatlar və s. bəlkə də motivasiya cümlələri fərq eləmir. Kim nəyi bacarırsa ondan başlamalıdır. Yəni heç kim mükəmməl olmağa məcbur deyil. Üzümüzü paylaşmağımız bir üstünlükdür. Məsələn, hal-hazırda məni görürsüz, daha çox güvənə bilirsiniz, amma üzüm olmasaydı, o zaman daha az məni tanıyacaqdınız və güvən az olacaqdı. Videoları paylaşdıqca sizə uyğun insanlar zaten gələcək. Çünki Instagram bu şəkildə işləyir zaten. Və əgər üzünüzü paylaşa bilmirsinizsə, o zaman Canva tətbiqindən və ya Pinterestdən yükləyə bilərsiniz maraqlı videolar və həmin videoları özünüz səsləndirə bilərsiniz. Nəyə görə? Çünki əgər səsiniz varsa, bu da güvənə təsir eləyir. Yəni insan üzünüzü görməsə də səsinizi eşitsə daha çox güvənə bilər. Bir də Instagramın dostu deyə biləcəyimiz bir tətbiq də var, Threads. Hansı ki, orada siz yazı mətnləri də paylaşa bilərsiniz. Bunu deyim ki, mən 2 gün əvvəl yükləmişəm hələ onu, yeni başlamışam. Yəni qısa konkret mətnlər yaza bilərsiniz. Bəlkə siz insanlara çox yaxşı tövsiyələr verirsiniz, motivasiya verə bilirsiniz. Məsələn, məndə də bu alınır. Ağlınıza gələn motivasiya cümlələrini orada paylaşa bilərsiniz. Bu da gözəl bir başlanğıc olar. Yəni sadəcə yazılar paylaşırsınız. Bir də bayaq reels videolarından danışdıq. Yəni Instagram üçün hazırladığınız videoları həm TikTokda paylaşmaq olur, həm də YouTube'da Shorts özəlliyi var, bilirsiniz. Orada da paylaşmaq olur. Mən əvvəllər YouTube'da paylaşmamışdım həmin videoları. Daha sonra paylaşdıqca gördüm ki, həqiqətən çox yaxşı bir şeydir. Orada da başqa insanlar da görür. Ən son videoları məsələn 1500 izləməyə çatdı. Mənə görə gözəl bir nəticədir YouTube üçün. Çünki artıq YouTube həm də sosial şəbəkə sayılmır əslində, axtarış platformasıdır, amma yenə də. Yəni bacardığınız qədər çox sosial şəbəkədə olmağınız bir üstünlükdür. Daha çox insan gələcək, daha çox insan tanıyacaq və əsasən də əgər pul qazanmaq istəyirsinizsə hər hansı bir şəkildə, bəlkə də blog açacaqsınız, fərq eləmir. Bəlkə siz həyat tərzinizi paylaşmaq istəyirsiniz. Əvvəldə bunu demədim, amma yəni bilirsiniz, blogerlər həyat tərzlərini və ya geyimlərini, istifadə etdikləri məhsullar, getdikləri məkanlar, hər şeyi paylaşırlar və insanlara bu maraqlı olduğu üçün təbii ki, izləmələr də çoxdur. Daha sonra onlar reklam təklifləri alırlar və bu şəkildə çox yaxşı gəlirlər əldə edirlər. Sizin marağınız nədirsə, nə eləməyi xoşlayırsınızsa, bununla da başlaya bilərsiniz. Və nə qədər çox sosial şəbəkələrdə olsanız, məsələn TikTokda da, Instagramda da, YouTube'da da və s. digər platformalarda da nə qədər aktiv olsanız, o qədər də çox insana çatırsınız, o qədər də çox gəlirləriniz artmaq ehtimalı artır, yəni bu şəkildə. Bir də Instagramda başlamaq istəyən, amma üzünü paylaşa bilməyənlər üçün belə bir şey də var ki, Instagramda sadəcə videolar yox, həm də karusel postlar hazırlamaq olur. Hansı ki, öz şəkliniz olmasa da olar. Canva tətbiqi var. Mən aşağıda da qeyd edəcəm adlarını. Bu tətbiqdə çox gözəl şablonlar var. Bunların üzərinə maraqlı, cəlbedici mətnlər yazıb paylaşa bilərsiniz, fikirlərinizi bölüşə bilərsiniz və ya bir xidmət hazırlayıb. Artıq bu biraz geniş mövzudur. Mən qısaca başlanğıc üçün danışmaq istəyirəm. Satış eləmək istəyirsinizsə, deyək ki, bir təliminiz varsa,
Bu haqda məlumatı çox gözəl qeyd edib paylaşa bilərsiniz. Baxır sizə hansı uyğundur. YouTube üçün videolar çəkə bilərsiniz, bir neçə dəqiqəlik. Məsələn, vlog ola bilər. Yəni həyat tərziniz, hara getdiniz, maraqlı nələr gördünüz, hansı təcrübəni yaşadınız, hansı durumdan keçirsiniz. Məsələn, belə bir şey hətta ağlıma gəldi. Bəlkə ola bilər siz depressiya dönəmi atlatmısınız və ya belə bir mənfi təcrübəniz olub, amma bunun öhdəsindən gələ bilmisiniz. Bayaq demək istədiyim bu da var idi. Yəni bir şeyin öhdəsindən gəlmisiniz, həyatda nəsə əldə eləyə bilmisiniz. Çox güclü görünə bilər, amma bunu paylaşmaq belə insanlara fayda verməkdir. Çünki bu durumda olan insana faydalı olursunuz təbii ki. Təbii ki, bu qarşılıqsız qalarmı? Yox. Düşünürəm ki, dünyanın ədalətsiz olduğunu düşünmürsünüz. Yəni YouTube-da video paylaşmaq sizə uyğundursa, bunu paylaşa bilərsiniz. Bunun da təbii ki, düzgün üsullarını biləndə çox yaxşı nəticə almaq olur. Məsələn, mən istəyirəm ki, bütün platformalarda olum. Amma bunu da deyim ki, bəzən YouTube üçün özəlliklə video çəkmək mənə bəzən çətin gəlir. Bunun üçün yeni üsul tapmışam. Canlı yayımlar eləyirsiniz, daha sonra onu kayd eləyib YouTube-da paylaşırsınız. Mən özüm işlədiyim coachların çoxu belə eləyir. Webinarlar keçirirlər, Zoom üzərindən və s. Daha sonra bunu YouTube-da da yükləyirlər. YouTube-da da başqa bir kütlə izləyir. Deyək ki, canlı bir təlim elədiniz, yəni onlayn formatda. Amma onu izləyə bilməyənlər olur təbii ki. Kiminsə zamanı olmur, uyğun olmur, işi çıxır. YouTube-a yükləyirsiniz və həm oradan yeni insanlar sizi izləyir, həm də digər izləyiciləriniz təkrar baxmış olurlar. Bu şəkildə daha çox da tanınırsınız, daha çox insana fayda vermiş olursunuz. Daha sonralarda, hətta illər ərzində izlənə bilər. YouTube belə bir platformadır, yəni. Canlı yayımlar eləmək sizə uyğundursa, o zaman hansı tətbiqlərdən istifadə eləmək olar? Həm Instagramda canlı yayımlar açmaq olur, həm Zoom tətbiqində, həm Google Meet-də, o saytdır, həm də Telegramda. Məsələn, mən Telegramda eləyirəm ən çox. Hansı sizə uyğundursa, eləyə bilərsiniz. Üzünüzü paylaşa bilmirsinizsə, slaydlar hazırlaya bilərsiniz. Məsələn, bir mövzu seçmisiniz. Deyək ki, məsələn, ağlıma bu gəldi. Kitab oxumağın faydaları. Bu sizin maraq dairənizdədir. Bunu araşdırmısınız və insanlarla bunu bölüşəcəksiniz deyək ki. Və bu haqda nələr öyrənmisinizsə, nələr danışacaqsınızsa, slaydlara yazırsınız Canva tətbiqində. Tətbiqlərin adını açıqlamaya yazmışam, oxuya bilərsiniz. Və bu slaydın üzərində yazmışsınız faydaları nələrdir və s. Və arxa planda özünüz səsləndirdiniz, bu haqda danışdınız və ya canlı yayım kimi elədiniz. Telegramda bu olur məsələn. Paylaşa bilərsiniz bu şəkildə. Daha sonra həmin videonu YouTube-a da yükləyirsiniz. Olur çox gözəl. Və ya ayrıca çəkə bilərsiniz canlı yayım eləmədən də. Müxtəlif üsullar var yəni. Bəlkə də bunlar çətin göründü. O zaman yenə də çıxış yolu var. Əgər video çəkmək, canlı yayımlar eləmək və s. bunlar sizə uyğun gəlmirsə, çətin görünürsə, ən yaxşı üsul, ən sadə üsul mən də eləyirəm. Telegramda kanal açmaqdır. Çox asandır orada hər şeyi eləmək və orada kanal açırsınız. Sadəcə podkastlar yazırsınız. Yəni səs yazıları yazırsınız. Qısa da ola bilər, uzun da, necə istəyirsinizsə. Hətta orada audio canlı yayımlar da eləmək olur. Yəni görüntü açmadan səsli canlı yayımlar eləyə bilirsiniz. Mətnlər yaza bilirsiniz və ya istəyirsinizsə üzünüzü paylaşmaq, qısa videolar çəkə bilirsiniz. Hər şey mümkündür. Yəni bütün sosial şəbəkələr bizə ödənişsiz şəkildə imkan yaradır ki, başlayaq, biliklərimizi paylaşaq, insanlara faydalı olaq, xidmətimizi tanıdaq, gəlirlərimizi artıraq, satışlarımızı artıraq. Yəni qısacası nə istəyiriksə, biz nə qazanmaq istəyiriksə, nə eləmək istəyiriksə, bunu eləyə bilərik çox rahatlıqla. Bütün imkanlar var. Əgər siz bir şey istəyirsinizsə, əmin olun, çıxış yolu tapacaqsınız. Bugün mən sizə bir çox alternativlər təqdim elədim. Bunlardan biri də var. Yəni Telegram kanalı açmaq, məsələn, Telegram yükləmək istəmirsinizsə, hətta bu bəhanəyə də məsələn çözüm tapdım. Ən yaxşısı WhatsApp hər kəsdə var, hamı istifadə edir. Ən çox istifadə olunan deyərdim ki, budur. WhatsAppda qrup aça bilərsiniz. Mən də belə başlamışdım bu arada qruplara. WhatsAppda qrup açırsınız, insanları dəvət edirsiniz ora, deyirsiniz ki, deyək ki, maddiyyat mövzusunda danışacağam ya da nə bilim burada qazandığım vərdişlərdən, hansı problemi necə həll elədim, bundan danışacağam. Burada satış eləyəcəm, fərqi yoxdur. Nə eləyəcəksinizsə, ona uyğun WhatsApp qrupu açırsınız və ya WhatsAppda kanal aça bilirsiniz. Fərqi yoxdur. Orada da səs yazıları eləyə bilirsiniz, zəngləşmə eləyə bilirsiniz. Hər şey eləmək olur.
Gördüyünüz kimi bəhanələrə gərək yoxdur, bəhanələrə hətta yer yoxdur. İstənilən bir sosial şəbəkə, platforma, tətbiq hamısı bizi dəstəkləyir. Sadəcə deyir ki, sən başla, mən sənə, yəni sizə uyğunu var. Şəkil paylaşmaq istəyirsinizsə, şəkil paylaşın. Nə uyğundursa sizə, hansı şəkildə eləmək istəyirsinizsə, bu şəkildə də başlayın. Seçim sizindir. Amma əsas olan odur ki, başlayın, öyrənin və davamlı olun. Maneələrə fokuslanmayın, bəhanələrə sığınmayın. Ən əsası budur, bəhanələrə sığınmamaq. Yəni, ay vaxtım yoxdur, ay uşağım var, ay işim var və ya ətrafım nə deyər. Özümüzü tam hazır hiss ediriksə, ürəkdən istəyiriksə, onlar da bizə dəstək olacaqlar avtomatik. Digər insanlar nə deyər deyə düşünməyin. Çünki insanlar heç nə düşünmür. Düşünürsə də, deyirsə də bir neçə saniyə, daha sonra unudurlar. Yəni, siz bunu düşünün bir də. Sizə nə maraqlıdır? İstədiyiniz məqsədlərə çatmaq. Məsələn, bəlkə siz gəlirinizi artırmaq istəyirsiniz. Məqsədiniz budur və ya xəyallarınızı yaşamaq, hobbinizlə məşğul olmaq. Məsələn, bloq açmağı çox istəyirsiniz. İstəyiniz, məqsədiniz nədirsə, onu yaşamağı istəyirsiniz, yoxsa cəmaət nə deyər deyə düşünüb dayanmaq yerinizdə. Bu haqda düşünməyinizi istəyirəm. Düşünürəm ki, mənim hekayəm, bu bölüşdüklərim, verdiyim təkliflər hamısı sizə ən azından bir dəfə də olsa düşündürdü ki, başlamaq olar və ilham oldu, motivasiya verdi, bir yol göstərdi, fərqindəlik yaşatdı. Bu mənə çox xoş olar və istəyirəm ki, videonu like eləməyi unutmayasınız. Rəy bölməsində fikirlərinizi bölüşməyinizi istəyirəm. Mənfi, müsbət fərq eləmir. Nə öyrəndiniz, nə düşündünüz, başlayacaqsınız yoxsa yox, hansı suallarınız var, sizə hansı mövzular maraqlıdır, nə haqda danışmağımı istəyirsiniz. Hər birinə açığam. Rəydə qeyd eləməyi unutmayın. İnşallah ki, istədiyiniz nəticələrə çatarsınız, məqsədlərinizdə uğurlu olarsınız və istədiyiniz həyatı hər biriniz yaşaya bilərsiniz. Bu mümkündür. Hər kəs başlaya bilər. Sadəcə addım atmaq lazımdır.